Xırdaladım. İndi isə yığıram maqnitləri falan. Yolda gəzərkən turist olduğumuzu görürlər, yaxınlaşırlar bizə. Təklif edirlər, ot falan təklif edirlər bizə. Salamlayıram dəyərli izləyicilər. Hal-hazırda Kalafel şəhərindəyəm və gedirəm Barselonaya. Bu şəhərdən Barselonaya bilet iki tərəfli turda, obratna bilet 13 evrodur. Fransa haqqında, Paris haqqında fikirlərim elə də qənaətbəxş olmadı, xoşa gələn olmadı. Amma Barselona haqqında ümid edirəm ki, tam əksinə olar. Bileti göstərmək istəyirəmsə, belə bir bilet verdilər. Bizim qatarımız gəlir. Hardasa 15 dəqiqə gecikdi qatar. Amma nəhayət ki gəldi. İstəyirəm sizə göstərəm bunun içərisini falan. 2 mərtəbəli qatardır. Daxil oluruq qatara. Qısa yazıb doldurublar qatarı. Burada birinci mərtəbəsi var qatarın. Burası isə ikinci mərtəbəsi. Qatarımız yol düşür Barselonaya doğru. Qatar demək olar ki 15 dəqiqə gecikməklə gəldi, amma 5 dəqiqə belə saxlamadı. Sırası minən kimi getdik. Bu da həmin şəhərin görüntüsüdür. Qatar səyahətinin beləsi insana həqiqətən zövq verir. Burada ev qiymətlərinə də maraqlandım. Yəni ev qiymətləri də dəhşətli baha deyil. Hardasa 100 min, 150 min evroya buradan həyət evi almaq olur. Və bu da Barselona şəhəri. Buradan gəldik dəmir yolundan və şəhərin mərkəzinə daxil olduq. Let's go. I wake up to a little bit of drool on my pillow, feel like it's gonna be a bad day. Yeah, I'm tired of shit, and the coffee ain't hit yet, damn ain't that great. I don't wanna go to work, cause my boss is a jerk, and I'm not even that paid. I need a change in my life, cause I don't feel alive, and there's nothing that makes me happy. Hold my beer for a minute, I'm about to quit my job, cash in for a ticket. I'm going on a trip, and I don't plan to visit. I'm gonna stay there till I feel like I'm winning all. And this is just the beginning. I need a big change, help me feel like living. I need a big swing, home runs I'm hitting, and I'll never look back, moving on till I get it all. And we all got dreams, we all want things, but what you gonna do for it? How you gonna move for it? What you gonna be? And do you believe you can do anything? But what you gonna do for it? How you gonna move for it? What you gonna be? Mənim belə şeydən başım sınır, bunları yığanlar var, belə qərbə daşlar. 4-5 evrodur karoçuların qiyməti.
İngiltərədə legal olmasa da, İspaniyada, Avropada bəzi yer legaldır və hətta mağazada satırlar. Barcelona gələndə çox ehtiyatlı olun telefon oğrularından. Yanımda gözümün qabağında birinin telefonunu oğradılar və bayaqdan mübahisə gedirdi. Ona görə nə qədər deməyin ki, ay mənim telefonumu heç kim oğura bilməz. Çünki şəhərə çəkirsən, fikrin yayınır. Bir də görürsən ki, cibində heç sən yoxdur. Çünki bunlar professionaldırlar. Hər şeyə başa düşdüm. Bunların niyə belə dayandığı çatırmır əlində iplərlə. Hər an yəqin ki, polis gəlsə qaçmağa hazır olsun. Onun üçün o yasaxı bilər beləncəsinə ki, yığışdırıb qaçsınlar. Buralar, bu küçə Barcelona ən məşhur küçələrindəndir və insanlar ən çox yığışdığı demək olar küçədir. Restoranlar, mağazalar, dili bilmədən çox çətindir. İspan dili də ki, maşallah, konkret 2-3 dənə sözüm var ki, heç bilmirəm və çox tez-tez danışırlar, ona görə başa düşmək mümkün deyil. Və İngiliscə danışan demək olar ki, azdır, həmçinin rus dilində. Buralar artıq port sayılır. Dəniz kənarında gəmilər falan saxlayıb. Həqiqətən Barcelona şəhərin belə təsəvvür etmirdim. Çox gözəl şəhərdir, çox. Yəni tövsiyə edirəm, gəlmək istəyənlər gəlsin. Belə şirniyyatlar satırlar, göstərim sizə. Burada da əl işləri falan. Da belə bir şey şeyini çıxardıb gəzdirməyə. You call it, I think he goes. New friends too. Burası pulsuz, belə ödənəksiz konsert gedir. Arxada uşaqlar oynayırlar. Mütləq video sona kimi baxın, izləyin, görəcəksiniz ki, və kimin yenə təkrar kimin sualı varsa viza ilə bağlı, bura gəlməklə bağlı aşağıda qeyd etdiyim Instagram, TikTok səhifəsindən mənə yaza bilərsiniz və YouTube kanalıma mütləq abunə olaq. Sizin dəstəyinizə ehtiyacım var. Bəyənək, takip ataq, abunə olaq, videoları sona kimi izləyək. Və videolarımın sayı baxışı artdıqca mən də gəzib hər yerisindən tanış edəcəm və yenə təkrar edirəm. Mənfi müsbət cəhətlərini sizə deyəcəm. Necə ki, dedim ki, Fransa, Paris heç xoşum gəlmədi, amma Barcelona çox gözəl, çox gözəl. Mütləq gəlin, gəzin.
Havalar çox isti keçir burada. Nəzərə alın. Öz tətilinizi avqust ayının sonuna, sentyabrın ayının əvvəlinə salın. Çünki yenə deyirəm, sentyabrın sonudur. 33-35 dərəcə istiliyi var burada. Siz öz fikirlərini yazın və mütləq mənə Instagram, aşağıda TikTok səhifəsində qeyd etdim aşağıda. Fikirlərinizi yaza bilərsiniz, suallarınızı verə bilərsiniz. Viza ilə bağlı mütləq gözləyirəm. Hər kəsin suallarını cavablandırmağa çalışıram. Və mən həmişə demişəm, hər kəs Avropanı gəzə bilər, viza ala bilər. Yəni, burada çətin bir şey yoxdur. Özünüzü qorxulmayın. Sadəcə yenə deyirəm, düzgün insanlarla iş görmək lazımdır. Sadəcə sənəddə qaydasında olmalıdır. Qabaqcadan səyahət planı qurulmalıdır ki, hara gedəcəksən, ona uyğun biletlər alınmalıdır və çox münasib qiymətlərlə gözəl istirahət etmək olar. Saat 8-in yarısıdır, artıq hava qaralmaq üzrədir və geri dönmək lazımdır şəhərə, qaldığım şəhərə. Belə deyim də, gəzməkdən doymadım. Restorana vaxt tapa bilmədim. Hava qaralır, artıq geri dönməliyəm. Ona görə hara gəldik? Təbii ki, Tez Bazar. Yorğunsuluq dəhşətdir. Amma dəydi, həqiqətən dəydi. 1 qram darıxmaq olmadı. Hər bir dəqiqənin, hər bir saniyənin zövqlə çəkdim, gəzdim. McDonald's-da yer yox idi oturmağa. Bir yer tapım, oturum çörəyimi yiyim. Və çatım qatarıma. Bura isə bazardır və bazara girməyə artıq vaxt yoxdur. Bazar artıq bağlanır, gecdir. Yolda gəzərkən turist olduğumuzu görürlər, yaxınlaşırlar bizə. Təklif edirlər, ot falan təklif edirlər bizə. Igual que el bajista, el amigo Ángel desde Ecuador también. En la guitarra eléctrica. Gecə vaxtı Barcelona. Mənə bu günləri yenə təkrar edirəm. Bu günləri 5-ci gündür. Ona görə klublar falan, əyləncə məkanları daha çox işləy vaxtıdır, işləy günü. Və bu mitinqlər İspaniyada davam edir. Yürüyüşlər daha doğrusu Fələstinlə bağlı. Və düşürük artıq qatarımıza minməyə. Və qatarımıza minək. Bu günlük Barcelona gəzintimiz bitdi. Çox gözəl, çox maraqlı oldu. İndi qatara mindim, qayıdıram qaldığım şəhərə. Yenə deyirəm, Calafell şəhərinə. İnşallah vaxtımız olsa yenə də gələcəm Barcelonanı gəzməyə. Çünki bir gün doymadım gəzməyə, çox gözəldir. Və yenə təkrar edirəm, aşağıda qeyd etdiyim Instagram, TikTok səhifəsindən mənə viza ilə bağlı suallarınızı və bura ilə bağlı suallarınızı verə bilərsiniz. YouTube kanalına mütləq abunə olaq. Qatar gəldi. İndi qatarımıza.